Selamünaleyküm dostlar. Yeni bir araştırma videosuyla karşınızdayım. Bu videoda Azerbaycan'ın dünyaca məşhur 10 markası hakkında danışacağıq. Videoya keçməzdən əvvəl daha çox bu tərzdə araştırma videolarının gəlməsi üçün videomuzu bəyənməyi, paylaşmağı və ən əsas da kanalımıza abunə olmağı unutmayın. Eləsə çox uzatmadan videoya keçək. Xoş izləmələr. Dünyada məşhur olan markaların əksəriyyəti uzun illər ərzində təşəbbüs, yaradıcılıq və marketinq strategiyalarının nəticəsində meydana gəlmişdir. Bu markalar hər bir özünə məxsus tarixçiyə malikdir və müəyyən bir ehtiyacı qarşılamaq üçün yaranmışdır. Bəzi markalar kiçik ailə biznesi olaraq başlayıb, zamanla böyüyərək qlobal brendlərə çevrilib. Məsələn, Apple sadəcə bir qarajda başladığı halda bugün texnologiya sahəsində dünya lideridir. Eyni zamanda markaların uğur qazanması üçün keyfiyyət, müştəri məmnuniyyəti və innovasiya kimi faktorlar böyük rol oynayır. Azərbaycan markalarına gəldikdə isə ölkəmizin markaları son illərdə xüsusilə inkişaf etməyə başlamışdır. Ölkədə neft-qaz sənayesi ilə yanaşı qida, moda və texnologiya sahəsində bir sıra yeni brendlər ortaya çıxmışdır. Bu brendlərin inkişafı həm dövlətin dəstəyi, həm də sahibkarların uğurlu biznes modelləri ilə düzgün marketinq strategiyaları ilə bağlıdır. Azərbaycanda brendlərin formalaşmasında milli kimlik, mədəni irs və innovativ yanaşma mühüm rol oynayır. Vitamin 2000-ci ildən fəaliyyət göstərən Azərbaycan içki istehsal sahəsində tanınan bir şirkətdir. Brend müxtəlif növ içkilər, o cümlədən şirələr, mineral sular və qazlı içkilər istehsal edir. Vitamin müasir istehsal texnologiyaları və yüksək keyfiyyət standartları tətbiq edərək istehsal etdiyi məhsulların keyfiyyətini daim artırmağa çalışır. Şirkət yerli və beynəlxalq bazarlara ixrac etməyə yönəlmişdir ki, bu da onun tanınmasını ciddi şəkildə artırır. Müştəri məmnuniyyətini ön planda tutaraq Vitamin keyfiyyətli və sağlam içki istehsalına xüsusi diqqət yetirir. Athena Azərbaycan süd məhsulları istehsal edən böyük brendlərdən biridir. Şirkət 1987-ci ildə təsis edilib və o vaxtdan etibarən yüksək keyfiyyətli süd və süd məhsulları ilə tanınır. Athena brendinin təsisçisi Athena MMC şirkətdir və onun məhsulları tərkibində heç bir konservant və suni əlavələr olmadan təbii inqrediyentlərdən hazırlanır. Müəssisə Yevlax şəhərində yerləşir və bu regionda geniş ferma sahəsinə malikdir. Şirkətin xəzinəsi ilə bağlı konkret rəsmi məlumatlar açıqlanmır. Lakin Athena Azərbaycan ən böyük süd və süd məhsulları istehsal edən müəssisələrindən biri olduğu üçün böyük iqtisadi gücə malikdir və daxili bazarda əhəmiyyətli pay sahibidir. Şirkət həm yerli, həm də xarici bazara məhsul ixrac edir. Bu da onun iqtisadi potensialını daha da gücləndirir. Emilland tanınmış Azərbaycan moda brendi 1991-ci ildə Hikmət Hüseynov tərəfindən təsis edilib. Şirkət təsisçinin oğlu Emilin adını daşıyır. Əvvəlcə kostyum istehsalı ilə məşğul olan Emilland, sonradan köynəklər və digər geyim məhsulları ilə fəaliyyətini genişləndirdi. Şirkət Dormoil, Skabal, Holland & Sherry, Emerguil və Zegna kimi yüksək səviyyəli Avropa tekstil markalarının rəsmi distribütorudur. İllər ərzində Emilland böyük uğurlar əldə edərək həm Azərbaycanda, həm də Moskvada bir neçə mağaza açmışdır. Həmçinin Avroviziya mahnı müsabiqəsi və Avropa oyunları kimi böyük tədbirlər üçün uniformalar hazırlayaraq diqqət mərkəzinə düşmüşdür. Xəzər Avtomobil şirkəti, Kazer Automotive Company, Azərbaycanda avtomobil istehsal ilə məşğul olan bir şirkətdir. Şirkət 2018-ci ildə fəaliyyətə başlayıb və Azərbaycan-İran arasında birgə layihə olaraq qurulub. Şirkətin əsas istehsal zavodu Neftçala Sənaye Zavodunda yerləşir. Xəzər Avtomobil Zavodu Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında avtomobil istehsalı sahəsində əməkdaşlıq çərçivəsində yaradılıb. Zavodun yaradılmasında əsas məqsəd yerli istehsalın inkişafı, ölkədə avtomobil sənayesinin gücləndirilməsi və ixrac potensialının artırılması olub. Şirkətin yaradılması və fəaliyyətə başlaması Azərbaycan-İran iqtisadi əməkdaşlığının nümunəsi kimi qeyd olunur. Saloğlu Mebel Zavodu Azərbaycan ən böyük mebel istehsalçılarından biridir və keyfiyyətli mebel istehsalı məşğuldur. Zavod 2000-ci ildə təsis edilmişdir. Şirkətin qurucusu Eldar Səlimovdur. Zavod Azərbaycanda müasir mebel sənayesinin təməlini qoymaq və beynəlxalq standartlara uyğun mebel istehsalı məqsədilə yaradılmışdır. Saloğlu qısa müddət ərzində Azərbaycanda və regionda tanınmış bir mebel markası çevirmişdir. Onlar istehsal etdiyi mebel məhsulları həm evlər, həm də ofislər üçün nəzərdə tutulur və geniş çeşiddə təqdim olunur. Saloğlunun Azərbaycan, qonşu ölkələr və Avropa ölkələrində bir çox filialı və əməkdaşlığı mövcuddur. Embavut Mebel Zavodu Azərbaycan mebel sənayesinə tanınmış bir şirkətdir və geniş miqyasda fəaliyyət göstərir. Embavut 96-cı ildə təsis edilmişdir. Şirkətin qurucusu Mübariz Paşayevdir. O, Embavudu yaratmaqla Azərbaycan mebel sektorunda lider bir brend qurmağı hədəfləmişdir.
İlk vaxtlar kiçik bir mebel sexi kimi fəaliyyətə başlasa da, qısa zamanda böyük bir şirkətə çevrilməyi bacarmışdır. Embawood brendi mebel sektorunda sürətlə inkişaf edərək həm yerli, həm də xarici bazarlarda tanınmağa başlayıb. Şirkət zamanla Avropa, MDB ölkələri və digər regionlarda məhsul ixrac etməklə beynəlxalq səviyyəyə yüksəlmişdir. Azersun, ərzaq istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərən Azərbaycan şirkətidir. Şirkət ən böyük Azərbaycan qida istehsalçısı və ixracatçısıdır. Həmçinin şirkət kağız və qablaşdırma ticarəti ilə də məşğul olur. Şirkətin ən tanınmış brendləri arasında Azərçay, Final, Bizim Tarla, Savilya və Şirin kimi markalar vardır. Azersun Holding 1991-ci ildə ilk dəfə olaraq birbaşa xarici sərmayə ilə Bakıda fəaliyyətini dayandırmış çay fabriki və yağ zavodunu özəlləşdirdi, müasir avadanlıqlara tərcih etdi, bununla da müstəqil Azərbaycanın ilk istehsal müəssisələrini istifadəyə verdi. Mərkəzi Logistika Departamenti Azersun Holdingin nəzdində 1997-ci ildə fəaliyyətə başlamışdır. Təhsilə töhfə verən Sabitsan Beynəlxalq Məktəbi 1 sentyabr 2015-ci ildə Azersun tərəfindən qurulmuşdur. Çoxlarının bildiyi üzrə 2001-ci ildə Qarabağ Futbol Klubunda maliyyə problemləri yaranmışdır. Azersun şirkətinin komandanın sponsorluğuna götürülməsindən sonra bu problem həll olundu. Azersun Holding Qarabağın inkişafı üçün xeyli tədbirlər gördü. Şirkətin prezidenti Abdullah Gözəl bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemlərini həll etmişdir. Hal-hazırda Tahir Gözəl, qrupun prezidenti, Azersun Arena da şirkətin balansındadır. Qazelli Group Azərbaycanın kosmetika və dəriyə-qulluq məhsulları istehsal edən məşhur brendlərindən biridir. Şirkət 99-cu ildə təsis edilib və yüksək keyfiyyətli kosmetik məhsulların hazırlanması və istehsalı ilə tanınır. Şirkətin qurucusu və rəhbəri Zemfiya Hacıyevadır. O həm də şirkətin əsas ilham mənbəyi və strategiyasının inkişaf etdiricisidir. Zemfira Hacıyeva Azərbaycan mədəniyyəti və təbiətindən ilhamlanaraq Qazelli qrupun konsepsiyasını qurmuş və beynəlxalq səviyyədə uğur qazanmış bir brend yaratmışdır. Şirkətin ən tanınmış brendləri arasında Qazelli Skin Care və Qazelli White Oil seriyaları vardır. Qazelli qrup məhsulları təkcə Azərbaycanda deyil, həm də beynəlxalq bazarlarda satılır. Şirkət Böyük Britaniya, Avropa və digər ölkələrdə geniş yayılmışdır və burada Qazelli House adlı xüsusi gözəllik salonu və spa mərkəzləri də fəaliyyət göstərir. Delta Group Azərbaycanda fəaliyyət göstərən geniş miqyaslı şirkətlərdən biridir və müxtəlif sahələrdə, o cümlədən inşaat, ticarət, enerji, nəqliyyat, logistika və xidmət sektorlarında fəaliyyət göstərir. Şirkət Azərbaycanın aparıcı holdinglərindən biri kimi ölkə daxilində və xaricdə böyük iqtisadi təsirə malikdir. Delta qrupun təsisi və qurucusu ilə dəqiq məlumatlar hələ ki ictimaiyyətə açıq deyil, lakin şirkət 90-cı illərdən etibarən fəaliyyət göstərir və bu dövrdə Azərbaycan iqtisadiyyatında mühüm rol oynamışdır. Delta qrupun Azərbaycanda və xaricdə bir neçə filialı və ofisi mövcuddur. Şirkət beynəlxalq ticarət və logistika əlaqələrini genişləndirərək müxtəlif ölkələrdə əməkdaşlıq edir. Paşa Holding Azərbaycanın ən böyük və nüfuzlu korporativ qruplarından biridir. Şirkət geniş fəaliyyət spektrinə malikdir və əsasən maliyyə, sığorta, turizm, daşınmaz əmlak və pərakəndə satış sahələrində ixtisaslaşıb. 2006-cı ildə qurulan Paşa Holding qısa müddət ərzində Azərbaycanın və regionun aparıcı iqtisadi strukturlarından birinə çevrilib. Paşa Holding çoxşaxəli bir şirkətdir və geniş sahələrdə fəaliyyət göstərir. Maliyyə sahəsində Paşa Holding Azərbaycanın ən böyük maliyyə qruplarından biridir və ölkənin aparıcı banklarını idarə edir. Holdingin əsas maliyyə strukturlarından biri Paşa Bankdır. Bu bankda həm yerli, həm də beynəlxalq səviyyədə geniş xidmətlər göstərilir. Holdingin portfelində həmçinin Paşa Sığorta və Paşa Həyat Sığorta kimi sığorta şirkətləri də vardır. Daşınmaz əmlak və inşaat sahəsində Paşa Holdingin PMD qrup kimi törəmə şirkətləri daşınmaz əmlakın idarə edilməsi və inşaat sahəsində geniş layihələr həyata keçirir. Holding böyük ticarət mərkəzləri, otellər və biznes binaları inşa edir, o cümlədən onların idarə edilməsində iştirak edir. Pərakəndə satış bucağından baxsaq, Paşa Holding Bravo supermarket şəbəkəsi vasitəsilə Azərbaycanda geniş pərakəndə satış şəbəkəsinə malikdir. Bravo mağazaları ölkənin müxtəlif şəhərlərində müasir və yüksək keyfiyyətli məhsullar təqdim edir. Paşa Holdingin Gürcüstan, Türkiyə və sair qonşu ölkələr o cümlədən region ölkələrində də müxtəlif filialları mövcuddur. Paşa Holding Azərbaycan iqtisadiyyatında böyük nüfuza malikdir və ölkənin ən iri şirkətlərindən biri olaraq iqtisadi müxtəlif sektorlarında lider mövqeyə sahibdir. Bu videoda Azərbaycanın dünyaca məşhur marka və şirkətləri haqqında məlumat verməyə çalışdım. Daha çox bu tərzdə araşdırma videolarının gəlməsi üçün videonu bəyənməyi, paylaşmağı və ən əsasında kanalımıza abunə olmağı unutmayın.
Eləsə növbəti videolarda görüşmək ümidi ilə. Allah'a emanet olun.